Sevda xanımın qətlinlə bağlı çağırmışıq sizi. İfadə verəcəksiniz. Məndən niyə? Təkcə sizdən yox, hər kəsdən. Ətrafda kim varsa bizim üçün şübhəli sayılır. Buyurun, eşitirəm. Sakit olun, özünüzü toparlayın. Sizə verilən suallara mümkün qədər dəqiq cavab verin. Sevda xanım haqqında nə bilirsinizsə, buyurun danışın. Gündüz vaxtı idi. Zəng elədi ki, bəs Bakıdayam. Sevilgildəyəm. Sevil onun baldızıdır. Nişanlısı Vüqarın bacısı. Hə, zəng elədi ki, bəs Sevilgildəyəm. 10 gün sonra toyları olmalıydı. Onlardan da çıxıb Nigargilə dedi gələcəm. Nigargildə də biraz oturub sonra bizim evə gəlməli idi. Dəvətnamə gətirəcəkdi 10 gün sonra toyları olduğuna görə. Nigargillə də biz demək olar ki, qonşuyuq. Bəli. Hə, neysə, gözlədim, gördüm gəlib çıxmaq bilmir. Mən də dedim, özüm gedim Nigargilə, bəlkə onlardadır. Əgər onlardadırsa elə üçümüz bir yerdə oturaq. Biz lap gənclik illərdən rəfiqəlik eləyirik. Davam edin. Neysə, getdim ki, Anar həyətdədir. Soruşdum ki, Anar, Sevda burada deyil. Dedi, yox, deyil. Bəs Nigar xanım? Sonra Nigar gəldi. Nigardan da soruşdum ki, bəs Nigar, Sevda bura gəlib çıxmayıb ki? Dedi, yox, hələ gəlməyib. Mən də çıxıb getdim. Sonra yol boyunca da zəng elədim. Əvvəl zəng çatırdı. Sonra zəng çatmadı. Bax, onda narahat qaldım. Siz saat neçədə getmişsiniz ora? Saat 9. Hə, 9 olardı. Tez olmaz ki. Yox, 9 olardı. Çünki mən zəng eləyəndə göz ucu telefonda saatı da gördüm. Hə, 9 olardı. Bəs siz bilirsiniz ki, hadisə 8 radələrində olub. Necə yəni? Mən bunu ekspertizanın rəyinə əsaslanaraq deyirəm. Yox. Necə ola bilər axı bu? Mən əminəm ki, saat 9 olardı. Yaxşı. Əlavə eləmək istədiyiniz neysə var? Yox, elə nə bilirəmsə dedim. Aydındır. Təşəkkür edirik sizə gəldiyinizə görə. Amma sizdən bir xahişim olacaq. Nəsə yadınızda düşərsə, kiçik bir detal da olsa, xahiş edirəm bizə xəbər verin. Yəni, düşünməyin ki, əhəmiyyətsiz bir xəbər ola bilər. İstintaqın gedişatında hər bir detal bizim üçün əhəmiyyətlidir. Oldu? Yaxşı. Buyurun, gedə bilərsiniz. Leyla xanım, zəhmət olmasa dediklərimi nəzərə alın. Oldu? Baş üstə. Buyurun, yaxşı. Leyla. Anar, sən yenə də gəlmişsən bura, ay adam.
Nə istəyirsən? Sənə mən demədim ki, qızdan əl çək, hə? Demədim sənə qızdan əl çək ver, imkan ver, həyatın qursun. Nə istəyirsən sən? İmkan ver. Leyla sakitləş, elə deyil Leyla, sakit ol. Hə, nədir? Muradı görməyə gəlmiş. Hə, indi Muradı bəhanə elə, ay insan. Uşağı bəhanə eləyib qızın başına həngamə çıxartma, əl çək. Sən həyatını qurmusan, imkan ver, o da həyatın qursun. Nə istəyirsən Leyla sən? sakitləş, hər şey yaxşıdır deyirəm sənə. Vallahi elə deyil, sakitləş. Deyil, Nigar da gəldi. İnanmırdım mənə. Nigar, yaxşısan? Nigar, Leyla ilə birlikdə səni incitməyə gəlmişəm. Deyirəm ki, yox, Muradla danışmağa gəlmişəm. Ben aramızda bir anlaşılmazlıq var idi. Biz danışdıq, barışdıq və salam. Hə, Nigar? Nigar, Leyla, narahat olma, hər şey yaxşıdır. əşi, sizdən də baş aça bilmirəm mən. Sevda gəlmişdi bura. Gəlmişdi, soruşuram, bura gəlmişdi. Mənə zəng eləyəndə demişdi ki, Anargildəyəm, oradan da çıxıb Nigargilə gedəcəm. Gəlmişdi bura. Leyla, Sevda. Sevda. Yox, yox Leyla, gəlməyək bir axı Sevda, yox. Maraqlıdır. Hara gedər bu qız? Yəqin nəsə işi çıxıb da ola bilsin. Dayan bir mən zəng eləyim ona. Leyla, nəyə zəng edirsən? Nəyə ehtiyac var ki? İnsan da yəqin bir işe çıxıb, gələr də narahat olma. Niyə narahat olursan ki? Sevdadır da, həmişə gəlmir, gələr. Narahat olma. İndi yəqin, yenə deyirəm, nəsə yəqin ki bir işe çıxıb. Yox, narahat qaldım ona görə. Narahat olma, gələr. Anar. Ha? Sənin məndən nə söhbətin var? Ha, heç nə. Ha, Leyla, bayaq dedim axı. Muradla barışdım. Leyla, düzü Nigarla da barışmaq istəyirəm. Yəni açığı Muradla barışmağım, yəni barışmaq demək olarsa ona... Heç mən də inanmağım gəlmədi ki, siz Muradla barışasınız. Yaxşı, əsəbləşmə, sakitləş. Leyla, yəni deməyim nə idi? Yadında da sənə demişdim ya. Nigarla məni barışdır. Yenə deyir, məni Nigarla barışdır. Yaxşı da Leyla, yaxşı, başa düşdüm, yaxşı, sakitləş. Yaxşı, narahat olma, əsəbləşmə. Nigarla səni mən barışdırası deyiləm. Eşidirsən? Özündə unut bu söhbəti. Əl çək Nigardan. Yaxşı. Yaxşı onda sən ged evə, narahat olma. Mən də elə gedim, Nigarla sağollaşım, işlərim var, getməliyəm. Qızı incitmə. Narahat olma. Yaxşı. Oldu əzizim, görüşərik. Gecən xeyir. Gecən xeyir, görüşərik. Bir zəng edim görüm bu qız hardadır. Niyə cavab vermir?
Salam qızım. Necəsən? Yaxşıyam baba. Yaxşısan? Gördüyün kimi. Yaxşı ol. Sən necəsən? Mən də beləm. Beləyəm. Salam. Salam. Nə yaxşı gəlmisən? Şirkətə gedirdim, dedim elə gəlim sizə dəyim. Və? Vəsi odur ki, mən qərar vermişəm. İstəyirəm siz də biləsiz. Bunu əslində dünən fikirləşmişəm, amma bugün artıq dəqiq qərar verdim. Bugündən sonra şirkətin bütün işlərini İlkin idarə edəcək. Anarın bütün səlahiyyətlərini onun əlindən alıram. Papa, bu hardan çıxdı? Niyə? Tapılar itdiyi yerdən gələr, danışarıq. O mənim hələ çox suallarıma cavab verməlidir. Belə də olmalıydı. Bu da növbəti sürpriz. Eyb yox. Olsun. Nigar, yaxşısan? Hə? Deyirəm, yaxşısan? Narahat ol. Nigar Xan, buyurun əyləşin. Anar Bey, siz bizi barədə gözləyin. Xahiş edirəm. Yaxşı, rəis ol. Buyurun. Necəsiz Nigar xanım? Babat. Bildiyiniz kimi. Dünən dediklərinizə əlavələriniz var. Yox. Heç bir şey yoxdur. Yəni deyirsiniz ki, hər şeyi danışdınız. Bizdən heç nə gizlətməmisiniz. Yox. Nə gizlədəcəyim ki? Biraz əvvəl Leyla xanımla danışdıq. Amma o fərqli şeylər danışdı. Yəni onun dediyinə əsaslansaq, biz gəlməmişdən əvvəl Anar Bey orada olub. Sonra hansısa səbəbə görə çıxıb gedib. Amma siz bizə dediniz ki, Anar Bey sonradan gəlib. Hətta Anar Bey də belə demişdi. Yaxşı yadımdadır. Mən hadisə yerinə gəldim. Anar Bey orada yox idi. Sonra Anar Bey gəldi və sanki heç bir şeydən xəbəri yoxdur. Özünü elə aparırdı. Hə, Nigar xanım. Nəsə demək istəmirsiniz? Mən
Neyi bilmişsin Nigar xanım? Ben özümde değildim. Hiç indi de özümde değilim. Dünən də nə danışdığımı bilmirdim. Bəs nə yaxşı başqa şeyləri danışdınız, amma bunu demədiniz. Mehdi Bey, yenə də deyirəm. Mən dünən özümü itirmişdim. Evimin həyətində biraz əvvəl yola saldığım rəfiqəmi, dostumu öldürmüşdülər. Hadisənin şokundaydım. Başa düşürsünüz məni? Başa düşürəm. Amma yenə də siz informasiyanı bizdən gizlətmişsiniz. Ana ne olur. Ne olur hekime zəng elə də bəlkə nəsə eləyə bilər. Mən heç nə eləyə Nigar, heç bilmirəm. yerə zəng eləmək lazım deyil. Nigar. Ne olur. Nigar, başa düşürəm səni. Həkimə Nigar, zəng elə qurban olum. Nigar, heç yerə zəng eləmək lazım deyil. Nigar, mənə bax, görə deyirəm Nigar. Heç yerə zəng eləmək lazım deyil. Nigar, biraz sakitləş, başa düşürəm səni Nigar. Amma biraz sakitləş, xahiş edirəm səndən. Mənə əvvəldən axıra kimi bax, dəqiqliyinə yadıma sal. Yadıma sala danış, yerim nə olur. Bax, evdə kameralar var. Kamera görüntülərinə baxaq görək nə olur burada. Ha? Kameralara baxmaq lazımdır Nigar. Baxaq görək nə olur burada. Anar kameralar işləmir. Kameralar işləmir. O vaxtdan düzəltdirməmişəm onları. Sibel. Nigar, bu qətl hadisəsi ola bilər, Nigar. Nigar, qətl hadisəsi ola bilər. Yaxşı, qalx. Baxma, ora baxma. Sevdaya baxma. Sevdaya baxma, mənə bax. Nigar, ora baxma. Mənə bax. Xahiş edirəm səndən, ora baxma. Ancaq mənə bax. Bax, mənə bax, xahiş edirəm səndən. Xahiş edirəm, ancaq mənə bax. Anar təcil yardım çağıraq nə olur. Nigar. Təcil yardım çağıraq nə olur. Heç Anar. eləmək lazım deyil Nigar. Nə təcili yardım, nə polis. Bax mənə qulaq as. Nigar, bura təcili yardım gəlsə, polis gəlsə, birinci səndən şübhələnəcəklər Nigar. Məndən niyə Anar? Mən heç nə eləməmişəm axı. Məndən niyə? Nigar, sakitləş. Nigar, bilirəm ki, səndə bir şey yoxdur. Nigar, bunu mən bilirəm. Bax, kameralar da işləmir. Biz heç nəyi sübut eləyə bilməyəcəyik Nigar. Hadisə sənin həyatında baş verib. Yox Anar, yox. Mənim günahım yoxdur. Mən gedirəm zəngin. Nigar, heç ara getməyəcəksən, otur burada. Nigar, mən bilirəm ki, sən günahsızsan. Amma yenə də deyirəm, birinci şübhəli sənsən. Mən imkan verə bilmərəm, Nigar, səni həbs eləsinlər. İmkan verə bilmərəm. Nigar. Nigar, gör nə deyirəm. Başa düşürəm. Başa düşürəm nə deməkdir. Amma sevdan varsa gizlətməliyik. Nigar, sevdan varsa gizlətməliyik, onu bırak olmaz. Nigar, xahiş edirəm, mənə qulaq as. Bax, Nigar, heç kimə sübut eləyə bilməyəcəyik ki, burada ancaq ikimiz olmuşsunuz. Yox Anar. Nigar, Yox polisə zəng elə nə Nigar. olur. Qoy gəlib araşdırsınlar Anar. Nigar, mən imkan verə bilmərəm ki, səni həbs eləsinlər. Anar mənim günahım yoxdur. Nigar, Mənim günahım yoxdur. Nigar, bilirəm sənin günahın yoxdur. Nigar, bunu mən bilirəm. Mən bilirəm ki, sən günahsızsan. Nigar, Murada fikirləş. Polisə zəng elə Anar. Nigar, Murada fikirləş, heç yana zəng eləməyəcəyik. Çətindir, başa düşürəm, amma qərar verməliyik. Niyə bu informasiyanı bizdən gizlətmişsiniz? Mehdi Bey, yenə də deyirəm. Mən özümü itirmişdim. Heyecanlıydım. Anar geldi. Dedi ki gözle. Neyi? Neyden neyi gözle? Didis Samar Bey.
Danışın görək, Nigar xanım. Dedi ki, gözdə görək neymirik. Belə Nigar xanım. Siz indi cinayətdə faktları gizlətməkdə ittiham olursunuz. Siz indi gedə bilərsiniz. Amma sizdən yenə ifadə alınacaq. Buyurun. Niyə? Niyə axı? Mən axı hər şeyi danışdım. Mən də deyirdiniz ki, hər şeyi danışmışam. Görünür ki, elə deyil. İndi buyurun, çıxın otaqdan, Anar Bey çağırın gəlsin. Ne oldu ya? Bu ne uzun çekti bunlar bir şey. Nigar ne oldu? Reis səni çağırır. Narahat olma. Anar Bey, niyə bizə yalan danışmışsınız? Necə yani? Siz polis gələnə qədər Nigar xanımın evinə gəlmişsiniz. Sonra da hansısa səbəbə görə çıxmışsınız. Hə, Anar Bey? Deyin görək niyə? Reis, ben bilmirəm. Bilmirəm heç. Başımı itirmişdim. Necə yəni? Birinci dəfə idi belə şeylə rastlaşırdım. Yaxşı, olsun. Amma gördünüz ki, Sevda xanım yaralanıb ya ölüb. Niyə təcil yardım çağırmadınız? Polisi xəbər eləmədiniz? Reis, yenə deyirəm sizə. Mən özümdə deyildim, başımı itirmişdim. İnanın çox pis vəziyyətdəydim. Üstəlik Nigar da çox pis vəziyyətdəydim. Qalmışdım, bilmirdim neyniyim. Nigarı sakitləşdirməyə çalışırdım. Siz o yerə gələndə bəlkə Sevda xanım ölməmişdi. Təcil yardım çağırsaydınız, onun həyatını xilas etmək mümkün olardı. Yox, biz yoxladıq, reis. Nəbzi dayanmışdı. Yəni, Sevda artıq ölmüşdü. Anar Bey, sizin məqsədiniz nə olub? Niyə gizlətməyə çalışmışsınız hadisəni? Reis, dediyim kimi qorxdum. Çox qorxdum. Həm də Sevda artıq ölmüşdü. Yaxşı, bəs Nigar xanım təcil yardım çağıranda siz haradaydınız? Siz sonradan gəldiniz axı ora. Anar Bey, hardan gəlirdiniz? Aptekdəydim. Aptekdə niyə? Reis, dərman almağa gitmişdim. Dərman alacaktım. Çünki Nigar özünü pis hiss edirdi, getmişdim sakitləşdirici alın. Evdə sakitləşdirici yox idi. Bildiyimizə görə Nigar xanım həkimdir axı.
Ha, həkimdir, amma Reysanın vaxtı ikimiz də başımızı itirmişdik. Anar bəy, həmin vaxt harda olmusunuz? Əsəl becərəsən çatmırdın indi. Nigar. Nigar, bax, mənə diqqətlə qulaq as. Burada sakitcə oturursan. Mənə də bir iki şey lazımdır. Gedirəm onları tapıb getirməyə, yaxşı? Sevdalı həyətdən çıxaracağım. Nigar, mənə qulaq as. Həyətə çıxmırsan, bax, səndən xahiş edirəm. Nə deyirəm, onu deyirəm. Burada sakitcə otur. Nigar, eşidirsən məni? Ha? Ay, sağ ol. Bax, səndən xahiş edirəm. Nə deyirəmsə onu deyirəm. Burada sakitcə otur. Həyətə, heç yerə çıxmırsan, yaxşı? Mən hər şey həll eləyəcəm. Tez maşından gedib gəlirəm. Nigar, neynədin sən? Hansı aptekdə? Yaxşı. Aydın oldu. Başqa demək istədiyiniz, əlavə eləmək istədiyiniz bir şey var? Yox. Yaxşı. Anar bəy, siz saxlanırsınız. Necə? Çox sağ ol qızım.
Sonra nə dedin? Nə görmüşəmsə hamısını danışdım. Sonra? Qızım, əslində sonra elə bir şey oldu ki, özüm də mat-məətəl qalmışam. Necə yəni? Bilmirəm, bayaqdan elə beynimdə çək-çevir eləyirəm, bir nəticəyə gələ bilmirəm. Ay, nə dinəndə, nə oldu baxa? Anar. Hə. Anar polisə səhv məlumat verib. Elə şey olar, nə deyib ki? Əslində polis, təcili tibbi yardım maşını gələnə qədər Anar burada olub. Onlar gələndə yoxa çıxıb. Sonra təzdən gəlib bu hadisə yerinə. Güya ki, elə indi gəlir. Elə polisi də elə deyib. İzahatında yazıb ki, güya sonradan gəlib. Bu niyə belə olsun ki? Nə bilim, bilmirəm ki. Mən də bilmirəm, qızım. Bildiyim tək bir şey var. Onun belə yazmağı heç də yaxşı göstərici deyil. Səncə Anar özü qatil ola bilər? Yaxşı. Yaxşı onda sən get evə, narahat olma. Mən də elə gedim, Nigarla sağollaşım, işlərim var, getməliyəm. Qızı incitmə. Narahat olma. Yaxşı. Oldu əzizim, görüşərik. Gecən xeyir. Gecən xeyir, görüşərik. Bir zəng edim görüm bu qız hardadır. Niyə cavab vermir? Ana, Her şeye mal olma. niyə tutublar səni? Nigar, narahat olma, hər şey yaxşı olacaq. Yaxşı? Hara parsızım? Her şeyden mal olma efendim. Narahat olma. Ana, Mən heç nə bilmirəm. Mən çıxdım. Gördüm ki Sevda Ne oldu? Mehdi Bey, salam. Salam. Siz də burada olmusunuz? Yox, mən elə indi gəlmişəm. Bəlkə uşaq olur otağa keçsin. Yo, mən içeri getmirəm. Murat oğlum, sakit ol. Narahat olma, sakit ol. Buyurun Nigar xanım. Mehdi Bey, Anar niyə tutuldu? Polisə səhv məlumat verdiyinə görə.
Bundan başqa istintaq üçün vacib olan məlumatları gizlətdiyinə görə. Araşdırma aparana qədər burada qalacaq. Niyə axı? Niyə burada qalmalıyıq? Nigar xanım işin gedişi belədir. Siz özünüz də bəzi məlumatlar bizdən gizlətmisiniz. Bunu da unutmayın. Bütün bunlar bir-bir araşdırılacaq. İkiniz də Sevda xanımın ölümündə şübhəli bilirsiniz.